Hə. Birinci sualdan başlayaq. İlk bilməli olduğumuz şey burada iki nöqtə arasındakı məsafədir. İki nöqtə arasında məsafəni biz əslində funksiya bölməsində məncə demişik. Amma yenə də baxaq. Bax, iki nöqtə arasında məsafəni tapmaq üçün düstur. İki nöqtə arasındakı məsafə. İki nöqtə arasında məsafəni tapmaq üçün x1 çıx x2-nin kvadratı üstə gəl y1 çıx y2-nin kvadratını elə bil hesablamaq lazımdır. Orada birinci sualda misal üçün bizə deyir ki, a mənfi 4 9-dur, b 1 mənfi 3-dür. İki nöqtə arasında məsafəni tapmaq üçün nə edirdik biz burada? Birdən çıxırdıq mənfi 4-ü kvadrat, mənfi 3-dən çıxırdıq 9 kvadrat. İnşallah mən yerlərini dəyişik yazmamın fərqi yoxdur. Mənfi 4-dən 1 də çıxsaz, yəni kvadratı 25 eləyir. Bir üstə gəl olur da bura, düzümü? 25 eləyir. Mənfi 3-dən 9 çıxanda mənfi 12 kvadratı nə olur? 144-dən nə çıxır? Burada 144-dən yox, daha doğrusu 169 olur. 13 alınır cavab. Aydındır. İki nöqtə arasında məsafə belə tapılır. Belə. Sonra bizə deyir ki, ucları mənfi 10-2 ilə 7 olan parçanın orta nöqtəsinin koordinatları. Burada biraz çaşdırıcı verib. Nəyə görə? Orada bir dənə nöqtədən söhbət gedir. Mənfi 3.2, bir də 7. Çünki uşaqlar oxuyanda onu mənfi 3, 2 kimi oxuyur, elə deyil. Mənfi 3.2-dir, bütövdür. Mənfi 10-2-nin üstünə 7 gəlib yarıya böləcək. O da nəyi verir bizə? 3.8 böl 2, yəni bir dəqiqə, 1.9. Aydın oldu. Nəsə bir başa düşmədiyiniz olanda soruşun. Həmin vaxt. 3. Bu apsisi 28-dir. Apsis nə idi? X. X 28 isə bu tənlikdə X 28 qoyaq. 3 vur 28 çıxaq 10y bərabər 74. Bu 80 neçə edir? 4. 84-dən 10y çıxanda 74 qalırsa, deməli 10y 10-dur. Y də 1-dir. Ordinatı tap. Ordinat elə y-dir də 1. Ordinatın, yəni y-in adları nə idi? Ordinat, qiymətlər çoxluğu, sonra nə idi orada? Asıl dəyişən, fx, bunlar. X-in adları nə idi? Absis oxundan deyirdik, təyin oblastı deyirdik, argument deyirdik, sərbəst dəyişən deyirdik. Bunlar. Buralarda bir problem yoxdur. Hə, A-nın hansı qiymətində tənyin 50-dir. Bu x, bu da y-dir. X-ə yazacağım demək, a vur, x-ə mənfi 1, y-ə də yazacağım mənfi 8, bərabər 4. Mənfi a üstə gəl 8, bərabər 4. 4-ü bu yana atanda çıxaq 4, mənfi a-nı bu yana atanda müsbət a. Nə qalır da? Aydındır. Belə. Sadəcə yerinə qoyursan da, bu funksiyada da belə şeylər çox edirdik. Hə, indi burada nə deyir? Deyir, orta nöqtəsinin koordinatları cəmi. Burada nə edəyəsən? Mənfi 3 ilə 11-i toplayırsan, yarısı nə olur? 4 olur. Bir də 4 ilə 8-i toplayırsan, yarısı nə olur? 4-ün 6-ya. Koordinatları cəmi nə olur? Aydındır. Sonra tənliyi ilə verin. Əslində çevrə tənliyi yox. Çevrə tənliyi deyil. O y oxunu kəsəndə nə olurdu?
x0. Y-i kəsəndə x0-dır. X-ə 0 qoyanda olur. 0-ın kvadratı üstə gəl. Y çıxart 5-in kvadratı bərabər 144. Olur belə. İndi nəyin kvadratı 144 eləyər? Ya 12-nin, ya da mənfi 12-nin. Y olur 17. Burada nə olur? Mənfi 7. 17 ilə mənfi 7. Yəni, x 0 olanda ya 17 alırsan, x 0 olanda ya da mənfi 7 alırsan. Niyə bənd? Aydındır. 9-dakını bir daha xatırlatmaq üçün yazıram. 2 nöqtə arasında məsafə olanda nə inirdik? X-dən x çıxırdıq. Yəni 4-dən çıxırıq 1 kvadrat. Mənfi 1-dən də 3 çıxırıq yenə nə? Kvadrat. 3-ün kvadratı 9. Mənfi 4-ün kvadratı 25. 25-dən də nəsə bir problem yoxdur. 12'ye baxaq. Koordinat başlanğıcına qədər məsafə. Koordinat başlanğıcı nə dediniz? Onda deməli 0, 0-dırsa, mənfi 15 çıx 0-ın kvadratı. Üstə gəl, mənfi 8 çıx 0-ın kvadratı. Mənfi 15-in kvadratı olur 225. 64. 289-dan nə çıxır? Aydın oldu. Asandır, yəni çətin bir şey yoxdur. Bunu bəzən birisi ilə tapırlar. Bir də görürsünüz, baxın bura. Qaydanın yaranma səbəblərdən biri budur. Bax, koordinat 0, 0 buradır. Mənfi 15 bu yandır. 1, 2, 3, 4. Nəysə də. Tutaq ki, mənfi 15 buradır. Mənfi 8 aradı aşağı. Düzü? Tutaq ki, mənfi 8 də buradır. Bunların kəsişmə nöqtəsi hara düşür? Bura. Düzü? Bunlar arasında məsafəni tapmaq üçün baxırsan ki, 15 buradan buradır, 8 buradan buradır. Pifagor teoreminə görə 15-in kvadratı üstə gəl, 8-in kvadratı gəl nəyi verir? 17-in kvadratını verir. Yəni, bir dəfə mənfi 15-in kvadratı plus mənfi 8-in kvadratı yazmırıq. Yəni, digər koordinat da yazırıq da. Digər koordinat nəyə görə yazırıq? Çünki orada 0, 0 yox, 2 ilə 5 olanda, misal üçün, artıq sən aradakı məsafələrlə hesablayırsan. Ona görə bu şəkil biraz düz gəlmir. Amma 0, 0 olanda rahatdır. Ona görə. Əslində onların, belə deyək də, o birisi tərəfində deyərdim. Burası hələ ki demirəm. Başımız qarışmasın. Bunu bir dənə tam düzəldim sonra. Bu da 13 eyni sual, 14 eyni sual, 15-də cavab nədir? Orta nöqtə. 6 ilə mənfi 4 topladın, 2 oldu. 2-nin yarısı 1, cavab elə 1, 6-dır da. 5-in üstə 7, 12, 12-nin yarısı. Oldu belə. Bunları aldanmayın, bunlar belə şirin-şirin suallardır. Biraz getdikcə sual ucu axta yaxın dəhşət zaya çıxır. Burada, bu sualda ehtiyatlı olmaq lazımdır. Niyə? Deyir, C nöqtəsi AB-nin orta nöqtəsidir. Elə bil ki, gəlin belə bir yanaşma eləyək. A buradır, B buradır, C də bunların ortasıdır. Düzdürmü? İncə koordinatları altda yazın. Sənə verib A-nı 3, 7, C-ni verib mənfi 2, 5. Bunları soruşur. Bu da X-dən Y-dir. Sən məntiqlə fikirləşirsən ki, mən 3-ün üstə X gəlib yarıya bölsəm, mənfi 2-ni almalıyam. Yəni, bunun X-inin üstünə, bunun X-ini gəlib yarıya bölsəm, mənfi 2 almalıyam. Bunun Y-inin üstünə, bunun Y-ini gəlib yarıya bölsəm, 5 almalıyam. Onda X plus 3 olur mənfi 4, X də olur mənfi 7. Getdi. Y plus 7 bərabər 2 vur 5, 10. Ondan 7 çıxanda 3. Yəni, belə deyək də, 3-ün üstünə gəlsəm, yarısı mənfi 2 eləyər, mənfi 7. 7-nin üstünə gəlsəm, yarısı 5 eləyər, 3 gəlsin. Belə yanaşanda, yəni cavab düz çıxır. Amma belə də yazdım ki, indi evdə siz bunları indi videodan baxıb yazanda hamısını yazacaqsınız. Onda həllini də yazın.
Koordinat başlanğıcına nəzərən simmetrik. Sizlə oxşarlıq keçmədikdə, doğrudan bizim oxşarlığımızda qaldı. Koordinat başlanğıcına simmetrik olanda ümumiyyətlə bax, ikisinin də işarəsi dəyişir. Yəni, x, y tutaq ki, sənə deyir ki, 0-0-a nəzərən hara keçir? Sən deyirsən ki, mənfi x, mənfi y-ə keçir. Yəni, a 3-ün 7-yədirsə, biz bunu eləyirik, mənfisi mənfi 7-yə. Bunlar artıq güvən testini açarsınız, bəli, olar. Güvən testini açarsınız, orada qaydalar var. Hərəkət oxşarlıqda axırda görəsiniz. Koordinat başlanğıcına nəzərən hara keçir və ya da digərindən olur, onları inşallah baxarsınız orada. Bax, misal üçün, burada deyir, OY oxuna nəzərən. OY oxuna nəzərən deyəndə, hansının adı çəkilirsə o qalır, digərinin işarəsi dəyişir. Yəni, misal üçün, A mənfi 5-in 8-ədir, OY-ə nəzərən demir. Y-ə nəzərən dediyi üçün 8 qalır, mənfi 5-in işarəsi dəyişir olur, müsbət 5. Oldu belə? Hansının adı çəkilirsə, misal üçün, OX-ə nəzərən desəydi, mənfi 5 qalacaqdı, 8 mənfi 8-ə çevriləcəkdi. Oldu? Adı çəkilən qalır, digərinin işarəsi dəyişir. 20 bayaq yazdığımız o C orta nöqtə sualdır. 21. Eyni məntiqdir. ABCD paralleloqramı deyəndə diaqonalların kəsişmə nöqtəsində nə baş verir? Yarıya bölünür. Yəni, tam ortada kəsirlər də, düzdürmü? Ona görə də, misal üçün, bax, bura A, B, C, D. Bunlar iki qarşı tərəfdirlər. Koordinatlar ola bilər düz gəlməsin, amma belə şəkil olaraq budur. İndi orta nöqtə nə olacaq burada? B üstəgəl 3-ün yarısı nə inir? Bəs 2 üstəgəl 6-ın yarısı? Kəsişmə nöqtəsinin koordinatı 4, 4-dür. Cəm nədir? Oldu? Qəşəng sualdır. İnşallah imtahanımıza qismət. 22-yə baxaq. Deyir ki, A1 nöqtəsi OX oxuna nəzərən A8 2.5 nöqtəsindən keçib. Uzunluğu nə qədərdir? Nəyə nəzərən dedi? OX-ə nəzərən. OX-ə nəzərən keçəndə, deməli, X-i qalıb, Y əvvəl deməli, mənfi 2.5 olub, sonra müsbət 2.5-ə keçib. İndi deyir A1-in uzunluğu. A1-in uzunluğunu tapmaq üçün A ilə A1 arasındakı məsafəni tapsan, kifayət edir. Düz dedim? Yazaq onda. 8 çıx 8-in kvadratı üstə gəl. Mənfi 2.5 çıx 2.5-in kvadratı. Bura 0 eləyir bu heç. Burada eləyir mənfi 5. Mənfi 5-in kvadratı 25-dən də 5 çıxır. Oldu? Biz nə edirik? Baxırıq ki, tutaq ki, x-lə x eynidirsə, bunun arasında məsafə nə qədər olur? 2.5 ilə mənfi 2.5 arasında məsafə nədir? 5. Yəni, gözlə görsənir. Eyni koordinat olarsa x-lər, y-lər arasında məsafəni hesablayırsan. Belə. Neçəsi apsis oxundan aşağıda yerləşir. Apsis oxundan aşağıda nə baş verir? Y olur mənfidə, düzdürmü? Y mənfi olan bir budur, bir budur, bir də budur. 3 dənəsi. O birisilər də müsbət. Aydındır. 25-də də yəqin bildinizdə daha müsbətlər götürəcəksiniz. 20 neçədir o? 6. Deyir, apsis oxuna paralel. Mən bunu əslində funksiyada izah eləmişdim. Apsis oxuna paralel olanda
Y bərabər də olur. Y bərabər də nə var burada? Mənfi 4 verib də, bu da bu. Çünki görürsən bu, mənfi 4-dən keçən bütün y-ləri birləşdirib burada. Bildiniz nə demək istəyirəm? Əgər ki, tərsinə olsaydı, görək o bir sualda nə verib bizə? Bax, misal üçün, burada qrafikdə yenə eyni şeymiş. Burada cavab nə olur? Qoy qapı açıq qalsın, nə zəhmət olmasın. Hə, tam aç, soyuq deyil. Bir də onu daşı qabağına çəksin. Biraz alacağız. Hə, burada cavabı nə olur? A bəndi. Çünki y bərabər 4-dən keçən bütün xəttlər birləşib. Fikir verirsiniz? 4-dən keçən xəttlər birləşib. Əgər sual belə olsaydı, bax, bir dənə sizə başqa bir şey göstərmək istəyirəm. Tutaq, bax. Mən tutaq ki, buradan bir dənə nöqtə vermişəm. Deyirəm, bura 2-nin 5-ədir. Misal üçün. Bu nə qrafikidir? X bərabər 2-nin qrafikidir. Çünki y oxuna paralel çəkilib. Bildiniz nə demək istəyirəm? Yəni, x-in 2 olduğu bütün nöqtələr birləşib orada. Yəni, y-ə paralel olanda x bərabər, x-ə paralel olanda y bərabər qrafika alınır. Çevrə tənliklərinə dedimdə bu dərs baxmıram. Baxarıq inşallah. X-in hansı qiymətlərində nöqtələr arasındakı məsafə 1-ə bərabərdir. Biz məsafəni tapanda nə edirdik? Yazırdıq x çıx 0-ın kvadratı, üstə gəl 1 çıx 1-in kvadratı. Məsafə nə olur dedik? 1. Bu olur x-in kvadratı, üstə gəl 0-ın kvadratı 1. X-ə nə qoysaq cavab düz gələr? 1 də qoysaq, mənfi 1 də qoysaq. Bildiniz? Yəni, mənfi 1-in də kvadratından 1 çıxacaq, onsuz da 1-in də kvadratından yenə 1 çıxacaq. Aydın oldu? 32-də daha bildiniz də, orta nöqtəni tapanda x-in üstə x yarısı, y-in üstə y yarısı. 34-ə baxaq. Deyir, y bərabər 0 olduqda nöqtələri koordinat müstəvisində harda yerləşir? Y nə zaman 0 olurdu? Harda? X ox üzərində. X-i kəsəndə y 0 orada. X-i kəsəndə deyəndə, yəni absis ox üzərində. Absis x-də. Bildiniz? Bunlar baxmıram, çevrə tənliyidir. İki nöqtə arasında məsafəni dedik, bayaq ki, necə tapılır? Hə. Funksiyada yadınızdadır demişdik ki, düz xətt paralel olanda k-lar bərabər, belər fərqli olur. K-ların bərabər olması bu mənfi 3 isə, bu da mənfi 3 olur. Bildiniz? K-lar bərabər idi, belər fərqli. 39-da perpendikulyar deyəndə nə olurdu? Hə, qayda yazdırmışdım ki, K1 vur K2 mənfi 1 olur. İndi sən baxırsan, bunun K-sı mənfi 2-də 1-dir. Sən mənfi 2-də 1-i nəyə vursan, mənfi 1 alarsan? 2-yə vursan. 2 ilə 2 gedər, mənfi 1 qalar. Oldu bəndə. (41) Koordinat başlanğıcından keçən və bu düz xəttə paralel olan. Koordinat başlanğıcından keçirsə, gəlsə bir şey deyim. Normalda A isə y bərabər kx plus b olmur. Koordinat başlanğıcından keçəndə nə olur bunlar? B 0 olur və y bərabər nə olur? Kx. Ümumiyyətlə, koordinat başlanğıcında keçəndə düz mütənasibliyin düsturu olur. İndi sənə deyir ki, düz xəttinə paralel olan, paralel deyəndə k-sı eyni olmalıdır. Y bənd. Düzdür? Fikir verirsiniz, mövzu rahatdır. Niyə rahatdır? Çünki funksiyada keçmişik bunları. Neysə, başlığı rahatdır. Ardında biraz qəşəng suallar var.
43. N nöqtəsinin koordinatı. Bunu sayacaqsınız uşaqlar. 1, 2, 3. Mənfi 3 bura. 1, 2, 3. Mənfi 3 bura. Mənfi 3, mənfi 3. Aydın oldu. Yəni bu ciddi bir şey deyil. Bunu ancaq biraz bizlərə biraz bulanıq düşür. 45. Absisi, yəni x-i mənfi, y-i müsbət. Hansı rübdə yerləşər? Bir daha deyirik. Absisi mənfi. X-i mənfidir. Y-i müsbət. X mənfi sağda olur, solda. Solda. Y müsbət. Hansı rübət düşdü? 2-yə düşdü. Qutardı. Aydındır. Bunları belə taparsınız. Ürəyiniz istəsə ədəd verərsiniz. Nə bilim, absisi mənfi deyir, mənfi 3 qoy. Y-də müsbət 2 qoy. Görəcəksən ki, 2-yə düşür. Növbət suala özünüz baxarsınız. Olar? 47-yə baxaq. Hə. Düz xəttin bucaq əmsalı müsbət olarsa, düz xəttin absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın ala biləcəyi ən böyük tam qiymət nədir? Hə, indi gəlin baxaq. Düz xəttin bucaq əmsalı nə idi? Aha. Buradakı qrafikdə bizə deyir ki, bucaq əmsalı müsbət olarsa, yəni k sıfırdan böyük olarsa. K sıfırdan böyüksə nədir bu? Artan funksiyadır. Artan olanda x oxunun müsbət istiqaməti ilə necə bucaq əmələ gətirir? İti. 90-a satmayıb baxın. Hə. İndi iti bucağın ala biləcəyi ən böyük tam qiymət. Olur. Oldu uşaqlar. Hə, budur söhbət. Bəs 48-də nədir? Bucaq əmsalı mənfidir. 100, yox. Burada ən kiçik tam qiymət. 91. Çünki mənfi olarsa, o azalan funksiya olur və nə bucaq əmələ gətirir? Kör olsa da ən az nə olur? Bildiniz? Belə. M parametrinin hansı qiymətində nöqtəsi koordinat başlanğıcı ilə üstə düşür? Koordinat başlanğıcı deyəndə, yəni burada 0 olsun, burada 0 olsun. Hansı ədədi qoysam ikisi də 0 olar? 2. Müsbət 2. Çünki mənfi 2 qoysan ikinci 0 olmur. Bildiniz? Bir dənəsi 0 olmalıdır. Yox, ikisi də 0 olmalı, başlayın. 50. Hansı qiymətində? Bunlar paraleldir. Paralel olması üçün nə olmalıydı? K-lar bərabər. Yəni, M çıxı 3, 7 çıxı M-ə bərabər. Bura olur 2M. Mənfi atanda bir yana 7 üstə gəlir 10. M nə olur? 5. Aydındır. İstərseniz qapını bağlaya bilərsiniz. Üşürsün. Deyir, ikinci rübdə yerləşərsə, bu nöqtə, koordinat sistemində yerini müəyyən edin. İndi ikinci rübdə, bayaq dedik, x-in işarəsi nədir? Y. Aha. X mənfi, Y. Demə, A-mız nədir orada? A-mız mənfidir, B-miz müsbət. İndi burada bir şeyə baxaq. A kvadratı onsuz da müsbətdir, kvadrat olduğu üçün. B nə verilib? Müsbət. Bu getdi. A mənfidir, B kvadratı nədir? Müsbət. İndi buranın işarəsi nə oldu? Buranın işarəsi. Müsbətin mənfiyə hansı rübdür? 4-cü rüb. X müsbətsə sağa düşür, Y mənfidirsə aşağı düşür. Yəni elə bil bura düşür də. X müsbət, Y mənfi. Düşür 4-cü rübə. Aydındır. Hə, belə. Bu eyni sualı baxmıram. Hə, 53.
imtahana bol-bol düşən suallar silsiləsindən. Düz xəttin tənliyini göstərir. Yerinə qoymaqla da tapa bilərsiniz. Yəni, necə deyim sizə? Misal üçün, Y bəndi olduğu o saat görsənir. Çünki X-ə 1 qoyanda 2 vur 1 çıx 1, 1 eləyir. 2 qoyanda 2 vur 2 çıx 1, 3 eləyir. Baxan kimi görsənir də belə, düzdürmü? Amma bəs onu belə qayda ilə necə yazarsan? Birinci, düz xəttin tənliyi KX plus B-yə uyğun gəlir də. Düzdür? Birinci, X-ə 1, Y-ə 1 qoyaq. X-ə 1 qoyanda bura nə olur? 1K üstə gəl B bərabər 1. X-ə 1 qoydum, Y-ə də 1 qoydum. Aydındır bura. Sonra nə inəyəcək? X-ə 2, Y-ə 3 qoyaq. X-ə 2 qoysan sən burada, olacaq 2K üstə gəl B. Y-ə də 3 qoysan, bura nə olacaq? Bərabər 3. Düzdür? İndi biz nə inəyək? Yuxarı ilə mənfiyə vuraq. Mənfiyə vuranda nə olur? Mənfi K çıx B bərabər mənfi 1. 2K üstə gəl B bərabər 3. Toplayanda 6-6. Mənfi K üstə 2K gələndə müsbət 1K. Bunlar gedir. Toplayanda bura nə qalır? 2. K2 isə B nədir? Çünki 2 üstə mənfi gələndə 1 alarsan. Deməli, Y bərabər 2X çıxaq 1 olur. Aydındır? Belə. Amma birbaşa yəni qapalı sual düşdü. Elə cüpüldadırsan, gedir yerlərini qoyursan ki. Eyni sualdır. Bu çevrə tənliyi olduğu üçün baxmıram bunlara. 56-da yenə 56-da nədir elə belə soruşuram. D variantı. Çünki sən 3-ün üstə mənfi 3 gəldin 0, yarısı 0. 5-in üstə mənfi 7 gəldin mənfi 2, yarısı mənfi 1. Aydın oldu. Uşaqlar, 59 yenə keçən düz xəttin tənliyidir. Amma yazaq bunu. Yenə yazıram, Y bərabərdir. Nəyə? KX üstə gəl B-yə. X-ə bir dəfə 0, Y-ə 5 qoyaq. B oldu 5. Y bərabər oldu. KX üstə gəl 5. Bir dəfə də X-ə 1, Y-ə 0 qoyaq. X-ə 1, Y-ə 0. K nə olur? Mənfi 5. Düzdür? İndi cavabları gərək seçək. Deməli yazıram. Y bərabərdir. K-mız oldu mənfi 5. Düzdürmü? Bundan mənfi 5x. B-miz oldu müsbət 5. Oldu plus 5. Bura qədər problem yoxdur. Deyəsən cavab B bəndidir. Niyə? Bunları sağ tərəfə atanda nə olur uşaqlar? Bax, mənfi 5x olur müsbət 5x. Y qalıb öz yerində. Müsbət 5 də bu yana keçəndə oldu. Yerləri biraz dəyişik idi, özüm elə yazdım. Problem yoxdur. 61-ə aid yazmışdıq. Burası biraz da yadınızda qalsın deyə yenə bir dənə baxaq. Qapını bağlayarsınız, zəhmət olmasa. A1 nöqtəsi koordinat başlanğıcına nəzərən 6-8-ə keçibsə, A1-in nədir koordinatları? Müsbət 8. Düzdür? Bunların uzunluğunu tapanda nə edirdik? Mənfi 6-dan 6 çıxırdıq kvadrat. Bir də 8-dən mənfi 8 çıxırdıq kvadrat. Mənfi 12-nin kvadratı 144. 16-ın kvadratı 20 çıxır buradan. 400 olur, 20 çıxır. Aydın oldu. Koordinat başlanğıcına nəzərən olduqda deməli ikisinin işarəsi dəyişirmiş. İki nöqtə arasında məsafə yenə
neyinəcəyik? Kök altda 3 çıxaq 2-nin kvadratı. Üstə gəl, -2 çıx k-nın kvadratı. Bərabərdir, kökdə 10-a deyirlər, düzümü? İki tərəfdə kvadrata yüksəlsən, köklər gedir. Gedir. 3 çıx 2-nin kvadratı 1. Aydındır bura. Bura nə olur? -2 çıx k-nın kvadratı bərabər nə? 10. İndi -2 çıx k-nın kvadratı 9 olur mu? Bir də bir söz deyim sizə. -2 çıx k ilə 2 plus k-nın kvadratı arasında bir fərq var. Yox. Eyni şeydir də. Mənfini çölə çıxartsan qalacaq 2 plus k. Kvadrat onsa mənfi neyinəcək? Bəli. İndi 2 plus k ya 3 olmalıdır. Ya da -3 olmalı ki, kvadratı 9 versin. K nə olur? Müsbət 1. K nə olur burada? -5. 1 ilə -5. Aydın oldu. Problem yoxdur. Yəni, burası sizin başınızı qarışdırmasın bir dənə burada. Belə deyək də, elə belə nümunə üçün deyirəm. -2 çıx 3-ün kvadratı nə inir uşaqlar? 25. 2 plus 3-ün kvadratı nə inir? Yəni, orada o mənfiləri silməyim heç nəyi dəyişmir. Düzdür Onur? Aşağı. Eyni suallardır. Bu çevrə tənliyi deyil. Yəni, çevrə tənliyi olmadan da bunu yaza bilər. Ona görə izah edəcəm. Çevrənin mərkəzi 0,1-dir. Diametrin bir ucu 4,6-dır. O bir uzun koordinatları cəmi. İndi çevrənin mərkəzi elə mərkəz nöqtəsidir. Burası 0,1-dir. Diametrin bir ucu 4,6-dır. Digər ucu nədir? Bilmirik. Heç əziyyət çəkməyə dəyməz. Niyə? Çünki 4-ün üstə nə gəlsən, yarısı sənə 0 verər. -4. 4 plus x olacaq 0. X nə olur? -4. Bəs 6-ın üstə nə gəlsən, yarısı sənə 1 verər. -4. -8. İkisi də -4, -4 oldu və koordinatları cəmləyir deyə -4-ün üstə -4. -8 verir. Bəli. Bu şeydə çevrə tənliyidir. Qalsın. 69-a baxaq. O y oxuna nəzərən simmetrik olanda nə edirdik? Y-lər qalırdı, x-in işarəsi dəyişirdi. Yəni, uşaqlar, belə deyək də, A ilə M-in işarələri bir-birlərlə nədir? Əksdir. B, M-lə eynidir. B, N-lə eynidir. O y oxuna nəzərən olanda y-lər dəyişmir. Qalırdı. Ona görə B, N-lə eynidir. Amma A ilə M nədir? Bir-birlərinin onda əks ədəd olduqları üçün cəmlər nə inir? Oldu? Çətin deyil. İkinci rübdə yerləşən A nöqtəsindən A oxuna qədər məsafə 5-dir, ordinat oxuna qədər məsafə 4-ə bərabərdir. Bax, ikinci rüb deyəndə bu yandı da. Burada bir nöqtə var artısa. Deyir, buradan A nöqtəsindən A oxuna qədər məsafə 5-dir. Bura qədər 5-dir. Bura qədər əgər ki, bir dənə qulaq asın, bura qədər 5-dirsə, deməli, y-imiz nədir? 5. Bir dənə diqqətli olun, buradan A oxuna qədər məsafə 5 olsa belə, koordinat olaraq y uyğun gəlir ora. Orada isə deyir, ordinat oxuna qədər olan məsafə 4-dür.
Yəni buradan ordinata, yəni y-ə qədər məsafə nədir? 4. Onda buranın koordinatı nə olur? -4. Çünki harada yerləşir? Solda. Deməli koordinat nədir? -4-ün müsbət 5-ə. Çaşdırıcı sualdır, diqqətli olun. X-ə qədər olan məsafə əslində orada y-i təmsil edir. Bildiniz? Hə, bax. Bu hansı mövzuya uyğun gəlir funksiyada? Yadınıza gəlir. Xətti funksiyada. Baxan kimi sən görürsən ki, y nəyə bərabərdir? Və yaxud da ki, -2x üstə gəlir 4. Aha. Bu deməli, artan funksiyada azalan. Azalan da k-sı mənfidir. Azalan olduğu üçün B variantı getdi. Çünki burada soldan sağa artım gedir. Bu da getdi. Çünki soldan sağa artım gedir. Qalır hansı variantlar? A, S, Y variantları. Düz dedim. İndi koordinatlarla işləyək. Bir də uşaqlar bir şeyə də baxmaq istəyirəm. B-miz nədir burada? B-miz müsbətsə, deməli, bu da uyğun gələ bilər, bu da uyğun gələ bilər. Amma bu olmur. Çünki bu aşağıdadır axı. B aşağıda olmaz. Qaldı 2 dənə variant əlimizdə. X-ə 0 qoyanda y-im 2 olmalıdır. X-ə 0 qoyanda y-im 2 eləyir burada. Eləmir. -2 vur 0, üstə gəl 4. 2 eləmir axı. Bu da getdi. Qaldı cavab C. Həqiqətən X-ə 0 qoyanda 4 alınır. X-ə 2 qoyanda -2 vur 2, 4. -4 üstə 4 gələndə nə olur? 0. Belə. Bu da onun dayısı olur. Nəsə bir problem yoxdur. Belə. Keçək bura. Koordinat müstəvisində ABCD kvadratı təpələri verilib. D nöqtəsinin koordinatlarını tapın. Burada kvadrat olduğu üçün bütün məsafələr nə olmalıdır? Eyni olmalıdır məntiqlə. Hə, gəl baxaq. A-nı verib -2-nin 3-ə. -2, müsbət 3. Bu oldu bizim A-mız. B-ni verib 4-ün 3-ə. Yəni 1, 2, 3, 4. 3 də burada onsa. Bu da oldu B-miz. Bura 3-dür. Sonra nə verib orada? C-ni verib 4-ün -3-ə. 1, 2, -3. C-miz buradadır. Artıq kör olsa gözü açılar ki, burada bizim D-miz nə olur? Onsuz da D-nin x-i nədir? Şəkildən görsənir. -2. Çünki bura -2-dirsə, burada nə olur? Bəs y-i? Çünki burada -3-dirsə, bura. Buranın da nə olur y-i? -3 olur. Problem yoxdur. Əslində biz bunu şeylə də edirdik. Yəni hərəkət oxşarlıq keçsəydik, orada belə bir paralel köçürmə söhbəti var idi. Onunla da yazmaq olardı. Bunlar aid yazıq da düz xəttin tənliyinə aid. Sizcə cavab nədir? Bir dənə atın tutun. 78-dən. Qutardı getdi də. Yəni orada məsələ oldu ki, x-in 12-dir, y-in 5-dir. Onsuz da bu Pifaqor teoreminə görə görürsən ki, 144 ilə 25, 169 13-ün kvadratı. Koordinat başlanğıcına qədər deyəndə, 0-0-a qədər deyəndə 12 çıx 0-ın kvadratı, üstə gəl 5 çıx 0-ın kvadratı. Eyni şey vermir. Olur 13. Belə. Aydın oldu. Eyni sualdır. 81-ə baxaq. Nə deyir?
Koordinat başlanğıcı ilə üstə düşür. Nə etməliyik? İkisini də sıfır eləməliyik. Bəli. M kvadrat çıxar 5M üstə gəl 6. Bu da sıfırdır. Bu da sıfırdır. Onda bir-birlərinə bərabər götürə bilərəm mən bunları. İkisi də sıfırdır onsa. M kvadratını bir tərəfə açsam aparacaq. İndi mən nə edəcəm? Mənfi 6-nı atacam yəni müsbət 6. Mənfi 5M atacam yəni müsbət 5M. 12 4M-dirsə M nədir? Aydın oldu. İndi bəzən bu sualda uşaqlar necə yazırlar? Tutaq ki, alır buranı nə? M kvadrat çıxar 5M plus 6-nın köklərini diskriminantla alır. Misal üçün 2 ilə 3. Düzdürmü? Buranın da köklərini alır. Misal üçün deyirəm. 3 ilə mənfi 2. 5 saat vaxtı gedir diskriminantla eləyəndən sonra. Sonra deyir ki, misal üçün 3-ü götürək. Niyə? Çünki 3 qoyanda buranda 0 eləyir, oranda 0 eləyir. Bizə ikisini də 0 eləyən lazımdır ona görə. Amma bu əziyyətli bir şeydir. Onun yerinə mənim yazdığım kimi yazsaz, elə bir-birinə bərabər götürəndə yeganə bir dənə kök çıxır, ortaq kök çıxır. Yaxşı? O 83-də 83 elə belə bir dənə deyək. Cavab nədir sizə? Amma fikirləşin. Mən böyükətlər deyəmiş görürəm. Aha. Cavab nə olur? 10. 10. Radius 5-dir. 3 ilə 4-ü görəndə radius koordinat başlanğıcına qədər məsafə elə bil 5-i verir. Amma diametr nə olur? 10. Oldu? Əla. Çevrə tənliyi olduğu üçün bunlara baxmıram. Görək, əgər dərsin sonunda vaxtımız qalarsa, ona da baxarıq. Nəsə, sürətli geriyə olsa. İkinci rübdə yerləşir. M-in ala biləcəyi tam qiymətləri cəmi. İkinci rübdə x nədir? X mənfi, y. Onda m çıxı 7 sıfırdan kiçik olur. M olur 7-dən balaca. M çıxı 2 sıfırdan böyük olur. M nə olur? 2-dən böyük. 2 ilə 7 arasında 3, 4, 5, 6 olur 18. Aydındır? Deyir ki, koordinat sistemi deyir. M kvadrat plus 1-in işarəsi nə ola bilər? Müsbət də. Kvadrat onsuz da mənfi ola bilmir. Sənə bir gələndə. Müsbət. M kvadrat plus 2. Hansı rübdür? Qəbul oldu. Birinci rüb. İkisi də müsbətdir də. Aydın da. Yaxşı, bəs burada. Buranın işarəsi nədir? Burada. O mənfidir. Çünki modul M həmişə müsbətdir. Qabağına mənfi atanda nə olur? Çıx ki, mənfidir. Hansı rübdür? X müsbət, Y mənfi. Dördüncü rübə düşür. Aydın da. M parametrinin hansı qiymətində? Nöqtəsi apsis ox üzərində. Burada isə ordinat. Apsis ox üzərindədirsə nə olmalıdır? X ox üzərindədirsə Y 0. Yəni bura 0 olmaq üçün də M nə olmalıdır? M2. Ordinat ox üzərindədirsə də X 0 olmalıdır. Ondan bura nə olmalıdır? 2 ya da mənfi 2 deyək də biz ona. Hə? Amma konkret hansını götürəcək? 2-ni. Çünki həm yuxarının y-ni 0 eləyir, həm də aşağının x-ni 0 eləyir. Mənfi 2 qoysaq, yuxarıda ödəmir. Oldu? Belə. Hələlik bu qədər. Biraz ara verək.